Hər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır. Qanunvericiliyə əsasən belə şəxslərə valideynlərin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir. Valideynlərin sosial sığorta stajı və fərdi hesablarına toplanmış pensiya kapitalı hesablanır və nəticədə yalnız bir pensiya, məbləği daha yüksək olan valideynin pensiyası təyin edilir. Yəni şəxs həm atasının, həm də anasının pensiyasını ayrıca ala bilməz. Hesablama zamanı hər iki valideynin iş stajı, əmək haqqı və yığılan pensiya kapitalı nəzərə alınır. Daha yüksək məbləğ hansıdırsa, həmin pensiya təyin olunur və şəxs o pensiyanı alır. Əlavə olaraq qeyd etmək lazımdır ki, hər iki valideyni itirmiş şəxslər adətən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ilə təmin olunurlar. Bu pensiya hüququ uşağın 18 yaşına qədər, əgər əyani təhsil alırsa, 23 yaşına qədər əlilliyi varsa, əlillik müddəti ərzində ödənilə bilər. Pensiya almaq üçün isə vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olması əsas şərtlərdən biridir. Pensiya təyin olunması üçün müraciət şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və təhsil alırsa, təhsil haqqında arayışla birlikdə Dövlət Sosial Müdafiə Fonduna verilir. Pensiya məbləği isə valideynlərin topladığı pensiya kapitalına uyğun olaraq hesablanır.